Gəlin birlikdə iftara necə hazırlaşdığıma baxaq. Qeyd edim ki, həm də qızımın ad günü idi. Dedim, Rujluq ayına gəlib iftar süfrəsi açaq. Axırda da tort kesib qeyd edərik. Əvvəlcə şirniyyatı hazırlayıram, sonra isə keçirəm, ətləri marina eləyirəm. Dolmanı isə qaynamağa qoyuram, puluvu dəmə qoyub, salatları xırda-xırda hazırlıqlar görürəm. Uşaqlar üçün pizza və kartofka firini hazırlayıram. Sonra isə bilinçikləri jarit eləyirəm. Həm ətli, həm də ki kəsmikli bilinçiklər hazırlamışdım. Ən axırda isə salatları hazırlayıram. Həm staliş paytaxt salatı var idi, həm biber salatı, həm də ki göbələkli salat var idi. Hamısını hazırladıqdan sonra keçirəm stulu düzəltməyə. Stulu düzəltdikdən sonra servis eləyirəm. İftar vaxtı çatmışdı. Qonaqlarım bir-bir gəlməyə başladı. Qonaqlar gəldi. Bol-bol söhbət elədik, görüşdük. Yedik, içdik, orucumuzu açdıq. Allah qəbul eləsin bütün tutulan orucları. Bol ruzi berəkət, can sağlığı arzulayıram hamıya. Bu ilki iftar süfrəm bu formada oldu. Bəyəndiyseniz like eləməyi unutmayın. Dadlı, asan reseptlər üçün izləmədə qalın.